Salam. Doktor, mən də ki, bu qəbizlik olur. Səndə nə var? Aha, qəbizlik. Bir də köpüyə olur da. İndi doktor bir görsən alnımda təşkil belə olur. Neçə yaşınız var? Mənim 33 yaşım var. Cavan adamsan, maşallah. Onu siz... Həkimlərə getmişəm, ancaq elə yenə də şey olur. Çox sağ olun, sualınıza görə minnətdaram. İndi sizə cavab verim. Ümumiyyətlə, siz əvvəlcə bol miqdarda meyvə-tərəvəzdən istifadə edin. Sulu yeməkdən istifadə edin. Maksimal dərəcədə qırmızı ətdən uzaq olun. Qızartma yağlı xörəklərdən uzaq olun. Və təbii ki, mütləq hər gün ən azı 1 saat sürətli yeriş yeri, ən azı. Çünki hərəkət elədikcə bağırsaqların funksiyası normallaşır, peristaltikası artır. Eyni zamanda təbii ki, bağırsağın fəaliyyətini artıran məlhəmlərdən, üsul ədviyyatlardan istifadə edin. Zəncəfil dəmləməsi, kətan toxumu çox gözəl effekt verir.